Chevrolet Cruze'un Dubaydayam. Dubaydan Ölxanadan sizlər üçün çəkiliş eləyirəm. Salam aleykum. Chevrolet Cruze'un bir dənə köməkliyin də buna çaq. Chevrolet Cruze'un motoru korobkası zbor şəklində. Adca bir şey qalıb uşaqlar. Gəlir hara? Azərbaycana. Turbosu zbor üstündə kompleks şəklindədir. İnşallah bu amortizatorlarla, traveslərlə bir yerdə. Dedim sizdən çəkim paylaşım ki, yəni hazırlaşın gəlir. İndi yoxlayacağım maşının motorunu, korobkasını. İnşallah ki, Chevrolet'in malı adca bir şey qalıb. Yəni görürsünüz da bura Chevrolet'in və digər avtomobillərin ölxanasıdır. Hələ ki Chevrolet Equinox'dur, Trax'dır, Malibu'lardır, Cruze'lardır. Rulavoyla bir yerdə, yəni komplekt göndərirəm gəlir. İdeal vəziyyətdə. Bir dənə maşının, korobkanın bir dənə içindəki təmizliyə baxın. Ağappaqdır da, yəni bundan o tərəfi yoxdur da qardaşlar. 2 dənə Chevrolet Cruze'un, hələ ki bax ikisini buradan götürdüm, göstədirəm sizə. Bir dənə motorxananın təmizliyinə fikir verin. Orijinaldır, hamısı bütün ehtiyat hissələri. Rulavoy qarışıq. Rulavoyun babına baxın. Elə bir ki indi istehsal olunur. Yəni cəmi cümlətanı 40-50 min kilometr getmiş. Baxın, Ceymin orijinal ehtiyat hissələri, Ceymin orijinal vanusun datikləri. Əli gəlir. Bakıya gəlir, adca bir müddətə Bakıdadır. Hazırlaşın. İndi o birisini də çəkib paylaşacağım sizə. Baba, Dubaydayıq. Chevrolet Cruze üçün gəlmişik sırf bura. Motorlar gedir Azərbaycana. Baba, bu da ikinci. Baxın, amortizator, traves, rulavoy. Məhəri ara qoydular. Baba, bu da ikinci motor. Baxın. Motorun içinə bir dənə diqqət eləyin. 1000 kilometrdən bir yağ dəyişir. Yəni ideal vəziyyətdə orijinal arxa kollektorla gəlir, Bakıdadır. Allah qoysa az bir müddətə. Hələ ki ikisini söktürmüşük, gerisi gəlir. Bir 10 dənə motor gələcək. Baba, bu da üçüncüsü. Bu da bizim konteynerimizdir. Demək olar ki, Azərbaycanda bir neçə dənə uşaqlar var, bilənlər bilir. Sifariş vermişdilər bizdən. İndi ki, hal-hazırda buradan göstərdiyim kimi Chevrolet Cruze'un, Malibu'lardır, Equinox'lardır. Onların bir də Mercedes'lə bağlı təzə modellərə, köhnə modellərlə bağlı narahat eləməyin bizi, xahiş edirəm. Malımızı yığırıq. İnşallah ki, az bir müddətdə harada olacaq? Bakıda olacaq. Gələndə də çəkiliş eləyəcəm sizlər üçün.